Almaniya avtobanıdır. Probkaya düşmüşük. Tıxac. Hamı, hər kəs sol tərəfdəkilər maşını sola verir, sağ tərəfdəkilər də sağa verir. Ki, qabaqda hər nə olubsa, polis üçün, təcili yardım üçün, hadisə yerində tez çatması üçün hamı bax, orta yolu boş saxlayır ki, onlar gəlib vaxtında hadisə yerində çata bilsin. Bax, buna deyirlər sürücülük mədəniyyəti. Təbii ki, sürücülük mədəniyyətindən də başqa qayda qanun da rol oynayır. Yəni, hər ikisi də rolu var burada. Bu vəziyyəti biz Azərbaycanda da magistral yolda görmək istəyərdik. Yəni ki, belə qəza olan vaxtı qabaqda tıxac olanda hər kəs təcili yardıma, polisin hadisə yerinə tez yetişməsi üçün belə saxlamaqları daha yaxşı olardı.